Biz beyin haqqında danışırıq. Beynimiz isə iki hissədən ibarətdir. Biri avtopilotda işləyən simpatik sinir sistemi, yəni şuurdan kənar işləyən beynimiz, bir də şuurlu beynimizdir. Şuurdan kənar işləyən beyin adətən təhlükədən və riskdən qorumaq üçün birinci təhlükəni, riski, qorxunu, pisi, negativi görür. Yaxşılar və fürsətləri idarə olunduğu zaman, tərbiyə olunduğu zaman yaxşıları, fürsətləri və şansları görür. Bu təəssüf ki, hər kəslə belə işləyir. Və nə qədər ki biz buna sahib çıxmırıq, biz negativləri və pisləri daha tez görürük. Mən kiçik bir müqayisə aparmaq istəyirəm. Xahiş edirəm bu videonu axıra qədər izləyin. İki ölkə haqqında danışacağım. Venezuela 916.445 kvadrat kilometr, əhalisi 29 milyon. Azərbaycan 86.000 kvadrat kilometr, əhalisi 10 milyon. Venezuela o boyda əhalisi və ərazisi olan dövlətin prezidentini paketləyib aparır Amerika, balaca bir dövlət. Azərbaycanın isə prezidenti torpaqları işğaldan azad edir və torpaqlarımıza sahib çıxanları paketləyir, Bakıya gətirir. Və indi davamına baxın, nə demək istədiyimi anlayasınız. Mövzu nədir? Bax, günümüzün reallığı, baş verən hadisələr və bir vətəndaş olaraq hər birimiz bir Azərbaycanlıyıq və hər birimizin boynuna bir yük düşür. Çünki biz Azərbaycanlıyıq, biz bu vətənin, bu torpağın övladıyıq, bura bizimdir və bizim burada haqqımız var. İstər bu xalqın bir nümayəndəsi olaraq, istəyir bu torpaqların ta qədimlərdən bizim babalarımızdan qalması olaraq bizim haqqımız var. Amma biz nə edirik? Bilirik də, instinktiv beyin, yəni şuurdan kənar beyin, simpatik sinir sistemi bizim tərəfindən, şuur tərəfindən idarə olunmadıqda birinci təhlükəni, qorxu, riski, pisi görür. Amma şuur tərəfindən idarə olunduğu zaman şansları, fürsətləri və yaxşıları görməyə alışır. Yəni əsas birinci negativi görür. Sözümü gətirirəm nəyə? Mən bugün kimsə elə fikirləşə bilər ki, mən nə bilim, yəni trolldur bu, yəni bilirsiniz, mən qorxularımın üstünə çıxmış bir adamım. Qorxularımı tapdalayıb həqiqəti qovuşmuş adamım. Və danışdığım ağzımdan çıxan kəlməni də bilirəm. Mən şərh, video paylaşıram, məsələn, ölkə başçısı haqqında bir dənə şərh yazmır. İnsanlar yəni, sadəcə susur, sual verirəm ki, belə bir şeylər olmuşdur, danışılırdı, hanı və nəticə, heç kim. Yəni burada qorxmalı nə var ki, biz danışdığımız sözü bilirik, nə danışırıq, nə deyirik. Şükür biz heç kimə qarşı negativ söz danışmırıq, sadəcə haqqımızdır, yaxşıya, düzə düz, əyriyə fikir bildiririk. Bax, insanlar, negativ bir şey olan kimi tez bunu müzakirəyə çağırırlar, böyük səviyyədə, böyük çərçivədə misal deyəcəm. Amma yaxşıda susurlar. Bax, neçə gün müzakirə gedir, rastla çıxır orada, burada, yəni neft tankerləri belə getdi Ermənistana, filan belə getdi. Bunu yazan, bunu danışan, bunu deyənlər də elə pafosla danışırlar, elə böyük, belə geniş danışırlar da, yəni nəhəng. Bir xəritəyə dönüb baxanda biz nə boyda dövlətin vətəndaşıyıq, tıqqılı, nöqtə boyda bir dövlətin vətəndaşlarıyıq. Və bir də dünyanın, geniş dünyanın mənzərəsinə nəzər salanda baxırsan ki, dünyada nələr baş verir, nə oyunlar gedir. Və sən baxırsan, belə çıxıb belə danışırsan, orada, burada, çayxanada, metroda, avtobusda, deyirlər, neft də getdi, neft belə oldu, filan oldu. Sən bu siyasəti izləmirsən, yəni. Sən baxmırsan ki, Venezuelanın prezidentini getdilər, elindən götürdülər, gəldilər. Yəni, belə bir dünyada yaşırsan, azca bir ölkənin vətəndaşısan, ölkə başçısı müharibə edir, 44 günə torpaq alır, risk edirlər, yəni. Rusiya getmədi. Bilmirəm, baxırsınız, izləyirsiniz, yoxsa yox. Rusiyaya deyirdilər ki, satılırlar, bunlar satılırlar, Rusiyanın adamları. Rusiyaya getmədi. Adam tədbirə, bu SNG dövlətlərinin bir tədbirinə, bizim həmin günü keçən bizim samolyotu ki vurmuşdular, bu illər həmin tədbiri getmədi. Cənab Prezident, Rusiya, nəhəng bir Rusiya, qonşumuzdur. İran, biz nəhəng bir dövlətlərin arasında, özdə düşmən dövlətlərin arasında, ömür boyu bizi, bu gün də onların agent adamları, hansı ki deyirəm ermənilər, məhz onların sadiq adamlar otururlar, bizim içimizdədirlər və ölkədə təxribatlarla məşğullar. Amma biz danışırıq, eləcə danışırıq, nə oldu? Satılmışdı, Qarabağ satmışdı,
satılıb, Qarabağ getdi. Biri qulağını deyirdi, biri burnunu nəzir demişdi, biri onu deyirdi. Hani, nə oldu? Heç kim kəsmədi. Biz, bax, bu dünya mənzərəsinə baxıb, o mənzərənin içində bir də dönüb öz dövlətimizə, bugün yaşadığımız bu duruma, bu vəziyyətə baxıb, bir anlıq şuurla düşünəndə görürsən ki, biz birləşməliyik, biz şükür eləməliyik, biz dövlət başçısının apardığı siyasəti görməmək sadəcə korluqdur. Bu adamın yeri xarici güc siyasəti, yəni gözəl qurulub ki, biz torpaq alırıq ki, dünyanın bu qarma-qarşının altında biz torpaq alırıq, biz sülh müqaviləsi bağlayırıq. Bu isə nə deməkdir? Bu da hal-hazırda dünyada 3-cü dünya müharibəsi gedir. Həqiqi belədir ki, hər yerdə müharibədir. Amma biz nə edirik? Şükür, sakit yaşayırıq. Və sən çıxırsan, deyək də yaxşı, sən nə edəcəkdir? Bir anlıq düşün, bir anlıq ki, sən tək balaca bir ölkənin rəhbəri olmağı fikirləş və nəhənglər, deməli, bu iradə var ki, yenə də o boyda təsirlərin qarşısında, yenə də istədiyin şəkildə xalqın üçün, dövlətin üçün addım ata bilirsən. Bu cəsarətdir. Bunu görməzdən gəldik. Sən nə bilirsən ki, nə deməkdir də o tankerin ora getməyi nə anlama gəlir? Və yaxud sən nə bilirsən filan şey, nə oldu, bunu 35 ildir deyildir, satıldı, o nədir, bu nədir, taladılar, dağıttılar. Nə oldu? Nə oldu? Bax, ona görə, əzizim, heyvani beyinlə danışmadan öncə, bir şeyə fikir bildirmədən öncə, bir anlıq dayanın, düşünün. Tam ciddiyyətimlə mən bunu tövsiyə edirəm. Bizə bu dəqiqə köyə getmək lazımdır. Bizə birləşmək lazımdır. Bax, bu dünyanın, bu azğınlaşan bu dünyanın fonunda mehribançılıq lazımdır. Bizə nə lazımdır? Bir olmaq lazımdır. Bağacayıq. Zəifik, acizik. Bir olsa, vahid olsa, əla. Ya dözəcəyik, kürək-kürəyə söyküb dözəcəyik. Amma biz nə edirik? Hep bir balaca ya, bir dənə negatif görən kimi, şişirdik. Ama bir dənə pozitif yazmışam bura, bir dənə real. Bir də adam şəhər yazmır. Qorxurlar, qardaş. Bu mətbuatda olan şeydir. Mən bunu haradansa gedib, arxivdən sonra fakt var, indi də var, indi də danışırlar. Nə oldu? Niyə şəhər yazmırsınız? Baxırlar şəhər yazmırlar. Deyilmirdi bu sözlər. Hanı? Və nə oldu? Nə oldu da? Dəmir yumruq. Əkin mən, bilirsiniz nə var? Gedin araşdırın. Mən bugün işsizəm. İşim yoxdur. Tutarım işim oturmuşam evdə. Birdən kimsə fikirləşər, ya trolam, ya bilirsən, mən kimin haqqında olur olsun, mən düz deyirəm. Sadəcə ürəyim ağrır ki, baxıram ki, saxta məlumata, bu negativə tez qaçıb yapışırıq. Tez onu böyütməyə çalışırıq. Yaxşıları görmək istəmirik sanki. Göz ardı edirik. Ona görə də bizə, bilirsiniz, yenə deyirəm, şükür edin, şükür edin. Baxın, o dünyaya bir nəzər salın, baxın, Venezuelanın paketliyib aparılan ölkə başçısına, bir də baxın Pakistana səfərə gedəndə qarşılanan ölkə başçısına.